Bakı Avrasiya Universitetində 25 dekabr 2024-cü il tarixində Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus Embraer 190 tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Grozny şəhərindən müntəzəm J282-43 reysini yerinə yetirərkən, Qazaxıstan Respublikasının ərazisində Aktau hava limanı yaxınlığında baş vermiş qəzanın il dönümü və həmin faciəvi hadisə zamanı həlak olmuş universitetin regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi Mahmud Tütüncüyevin xatirəsi ehtiramla yad edilib. Ana mərasimi çərçivəsində universitet ərazisində mərhumun şəkli önünə gül dəstələri düzülüb, xatirəsinin əbədiləşməsi məqsədi ilə ağac və gül kolları əkilib. Tədbirdə universitet rəhbərliyi, professor müəllim heyəti və əməkdaşlar və tələbələr iştirak ediblər. Bakı Avrasiya Universitetinin kollektivi qəzada həlak olanların ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı verir, bu ağır itkidən kədərləndiyini bildirir.